Təəssüf ki, biz son zamanlar Rusiya-Ukrayna müharibəsinin şiddətləndiyini müşahidə edirik. Müharibə həm Rusiyanın içərilərinə doğru, eyni zamanda Ukraynanın içərilərinə doğru genişlənməkdədir. Ukraynanın dronlar vasitəsilə Rusiyanın strateji obyektlərini, neft ayırma zavodlarını, yanacaq doldurma məntəqələrini, silah-sursat anbarlarını vurduğunu müşahidə etməkdəyik. Eyni zamanda raketlərlə Rusiya Ukraynanın içərilərinə zərbələr endirməkdədir və raketlərə dəstək kimi dronlardan da istifadə edir. Bu isə çoxsaylı insan itkisi ilə təbii ki, nəticələnir və təəssüf doğurur. Eyni zamanda siz qeyd elədiyiniz kimi mövqe döyüşləri də gedir. Sanki İkinci Dünya müharibəsində biz kitablarda oxuduğumuz kimi hər qarış uğrunda artıq qanlı döyüşün şahidi olur. Pokrovsk istiqamətində bildirdiyiniz kimi Rusiya hücuma keçib və tamamilə bu ərazini ələ keçirdiyi ilə bağlı bir açıqlama verir. Ukrayna tərəfi isə bunu təkzib edir. Biz təbii ki, bunu qəbul edirik. Müharibədə verilən bütün informasiyalar həqiqəti əks etdirməyə bilər. Amma bizim arzu etdiyimiz nüanslar var. Bu nüanslar da ondan ibarətdir ki, təbii ki, biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik və müdafiə edirik. Dinc əhalinin qırılmasının əleyhinəyik və müharibənin bir an belə keçmədən dayandırılmasını arzu etməkdəyik. Amma çox təəssüf ki, biz bunu arzu etsək də müharibə bunun əksinə olaraq getdikcə daha da şiddətlənir. Səbəb nədən ibarət? Niyə indiki dönəmdə əksinə soyuqların gəlməsi ilə təbii olaraq müharibədə bir səngimə olmalıdır? Bu yay aylarında daha çox şiddətli hücumları biz müşahidə edirik. Mən elə gəlir ki, səbəb Putinlə Trump görüşünə bağlıdır. Çünki biz bilirik ki, Budapeştdə belə bir görüşün keçirilməsi ilə bağlı fikirlər vardı. Sonradan ABŞ administrasiyası Trump'ın özü də bu görüşün nəticəsiz ola biləcəyindən çəkinərək belə bir görüşə ehtiyacı olmadığını bildirmişdi. Amma üzərindən 2 gün keçməmiş bu görüşün gündəmdə olduğunu, detalların müzakirə obyektinə çevrildiyini və s. ilə bağlı da fikirlər səsləndi. Rusiya tərəfi də görüşün keçirilə bilməyəcəyi ilə bağlı hər hansı bir təksib verməyib. Deməli, sadəcə olaraq tərəflər arasında görüşün hazırlıq mərhələsi gedir və atəşkəsin dayandırılması üçün Birləşmiş Ştatlar və Rusiyanın təklifləri müzakirə olunur, razılaşıla bilmədiyinə görə görüş təxirə salınır və təbii ki, açıqlamalar siyasi baxımdan qiymətləndirilməlidir. Bu da ondan ibarətdir ki, tərəflər bir-birinə siyasi təzyiqlər etməyə çalışırlar. Bu təzyiqlər də ondan ibarətdir ki, sürülən təkliflər qəbul olunsun və bu razılaşma olmadığına görə biz cəbhə xəttində daha intensiv atışmaları müşahidə edirik. Nəticədə nə baş verir? İnsanlar ölür. Təbii ki, hərbi xidmətə çağırılmış əsgərlər, zabitlər məhv edilir. İnfrastrukturlar dağılır, şəhərlər xaraba qoyulur və bu heç də ürək açan bir mənzərə deyil. Ona görə də biz tarix boyu bunu müşahidə etmişik. Bütün müharibələrin sonu sülhlə nəticələnib və bu sülhün bir an keçmədən əldə olunması zərurəti var. Bu yaxınlarda belə bir Rusiya tərəfi də açıqlama verdi ki, danışıqlar hədəfi kimi, məkanı kimi daha doğrusu İstanbulun seçilməsinin tərəfindədir. Çünki siz bilirsiniz, danışıqları təşkil edən tərəf hər zaman öz maraqlarını da bu danışıqlar predmetinə daxil etməkdədir. İndiki halda Rusiyanın yəqin ki, qorxusu bundan ibarətdir ki, o Ukraynanın şərtləri ilə yanaşı eyni zamanda Birləşmiş Ştatların şərtlərini də qəbul etməlidir və yaxud da Birləşmiş Ştatlarla anlaşa bilmədiyinə görə artıq vasitəçi kimi Türkiyəni götürür. Türkiyənin isə Ukrayna müharibəsində özünün hər hansı bir istəkləri olmadığı göstərir. Hətta müharibə başlayandan bir müddət sonra İstanbulda tərəflərin bir görüşü keçirildi, yüksək nümayəndə heyəti və ilkin bir razılıq əldə olunmuşdu. Bu ilkin razılıq taxılın daşınmasına qoyulan qadağanın aradan qaldırılması və təhlükəsiz koridorun yaradılması ilə bağlı idi. Və o zamandan bu anlaşma qüvvədədir və Ukrayna öz taxılını ixrac edə bilir, yəni bu missiyanı yerinə yetirə bilir.